Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz 9-cu sinif dərsliyində verilmiş qaydalardır. İlk qaydamız artikeldir. İzahat. Gəlin birinci izahata baxaq. Qeyri-müəyyənlik artikel və yaxud ən qeyri-spesifik olan isimlərin qarşısında işlənir. Bunlar əşyalar da ola bilər, insanlara aid ola da bilər. Ancaq tək sayılan isim. Məsəl üçün, it is normal to make mistakes when you are learning a language. Siz dil öyrənəndə səhv etmək normaldır. Are learning a language, biz görürük ki, bizim verilmiş ismimiz sayıla bilən tək isimdir və biz onun qarşısında qeyri-müəyyənlik artikel işlədirik. Sayıla bilən tək isimlər cümlədə tək öz başına istifadə oluna bilməz. Onların qarşısında mütləq ya artikel ya da hər hansı bir təyin edici olmalıdır. Öz başına tək sayıla bilən tək isimlər cümlədə işləmir. Və yaxud it is a great opportunity to learn languages. Dilləri öyrənmək böyük bir şansdır. A great opportunity. Əgər bizim ismimizin qarşısında sifət durubsa, artikel artıq keçir sifətin qarşısına. Bu qeyri-müəyyənlik artikel haqqında deməli burada yadda saxlayaq ki, qeyri-müəyyənlik artikel qeyri-spesifik olan əşyaların və yaxud canlıların sayılan tək isimdirsə, onların qarşısında işlənir. Bir daha vurğulayıram ki, sayılan tək isim olmalıdır bunlar. Müəyyənlik artikeldə ismin qarşısında işlənir. Hansı ki, müəyyən, spesifik bir əşyanı və yaxud spesifik bir canlını göstərir. Tək də ola bilər, cəm də ola bilər. Müəyyənlik artikel tək isimlərin də qarşısında, cəm isimlərin də qarşısında işlənir. Sadəcə olaraq artıq biz göstərdiyimiz isim müəyyən olmalıdır. Məsələn, just let me check it on the internet. İnternet müəyyəndir. Əlbəttə ki, internet bizim üçün müəyyəndir. Let's ask the teacher and learn his opinion. The teacher, gəl müəllimdən soruşaq və onun fikrini öyrənək. Müəllimdən soruşaq, müəyyəndir. Biz artıq bilirik hansı müəllimdən soruşuruq. Elə-belə qeyri-adi demirik ki, hər hansı bir müəllimdən soruşaq. Biz bilirik söhbət hansı müəllimdən gedir, bunu deyən də bilir, danışan da bilir. A noun can be used without an article to refer to non-specific things and people, plural only. İsim artikelsiz işlənə bilər. İsim artikelsiz işlənəndə əgər biz qeyri-spesifik əşyaları və yaxud canlıları göstəririk, yalnız bu halda onlar cəmdə olmalıdır. Cəm halda tək sayıla bilən isimlər artikelsiz işlənə bilməz. Amma cəm isimlər, qeyri-müəyyən cəm isimlər artikelsiz işlənir. Young learners are interested in learning languages. Cavanlar dillər öyrənməkdə maraqlıdırlar. Cavanlar dillər öyrənməkdə maraqlıdırlar. Sayıla bilən cəm isimlər cümləmizdə, yəni onlar bizdən ötürü müəyyən deyil, qeyri-spesifikdir, yalnız cəmdədirlər. Biz onları artikelsiz işlədə bilərik. Cavanlar, ümumiyyətlə danışırıq, cavanlar dillər öyrənməkdə maraqlıdırlar. Ümumiyyətlə dillər, hər hansı bir dili burada qeyd etmirik. Müəyyən isimlər. We use it to refer to specific objects and people, singular or plural. Biz müəyyənlik artikeli artıq müəyyən olunmuş obyektlərlə və yaxud canlılarla istifadə edə bilirik. Burada obyektlər də, canlılar da tək də ola bilər, cəm də ola bilər. Sadəcə olaraq bu bizim üçün müəyyəndir. Bunlar bizim üçün müəyyəndir. The reading in Unit 1 is about the importance of the mother tongue. Diqqət edək, the reading in Unit 1. Birinci unitdəki oxu, hansı oxu? Birinci unitdəki oxu. Bu bizim üçün müəyyəndir. Düzdür, sayılandır. Üzr istəyirəm, təkdədir, amma müəyyəndir. Müəyyəndir və ona görə. Nəyə görə müəyyəndir? Çünki deyirik, birinci unitdəki oxu. Müəyyənlik artikel ilə işlənir. Gəlin bunun qaydasına baxaq. Biz müəyyənlik artikelini müəyyən isimlərlə işlənirik.
Və isim müəyyəndir. Əgər onu nə müəyyən edir? Hansısa bir söz birləşməsi və yaxud da ki, cümlə onu təyin edən cümlə. It is defined in the phrase or clause that follows it. Onu müəyyən edən əgər söz və yaxud da ki, cümlə gəlirsə də, deməli, bu bizim üçün artıq müəyyəndir və biz burada müəyyənlik artikl işlədirik. Biz işlədirik müəyyənlik z artiklını. Əgər bu nəsə təkdir, yeganədir özü özündən və adətən müəyyənlik z artiklı bu sözlərdə işlənir. First, birinci, second, ikinci, only, yalnız, same, eyni, back, front and right. Gəlin diqqət edək cümləyə. Ruben is not the only person to have this language condition. The only person. Only müəyyənlik z artiklından. They had the same problems. The same problems. Same müəyyənlik z artiklından. Yadda saxlayaq müəyyənlik z artiklını. Biz bizim üçün yeganə nəsə tək bir şey olan isimlərlə işlədirik və bax, bu verilmiş sözlərlə mütləq şəkildə müəyyənlik z artikl işlənir. The first, the second, the only, the same, the back, the front, the right. We use the with certain familiar places and people. Bizim üçün müəyyən olmuş yerlərin qarşısında və yaxud müəyyən olunmuş insanların üçün müəyyənlik z artiklını işlədirik. Məsələn, the bank, the zoo, the park, the beach, the post office, the cinema. Bu sözlər artıq bizim üçün müəyyəndirlər. Bank, zoopark, park, çimərlik, poçt binası, kinoteatr. Would you like to go to the cinema and to watch a film in Spanish? Sən istəyirsənmi sinemaya gedək və İspan dilində bir filmə baxaq. Biz deyəndə ki, istəyirsənmi sinemaya gedək? Biz artıq bilirik hansı sinemaya gedirik. Bu sinema sözü bizdən ötürü müəyyəndir. A group of language learners get together in the park and practice English. In the park, parkda müəyyəndir. We use the before as superlative form. Sifətin üstünlük dərəcəsinin qarşısında müəyyənlik z artikl işlənir. It is the most popular story in the internet. Bu internetdə ən məşhur hekayədir. We use the before a unique noun. Özü özündən yeganə bir şey olan bizim üçün ümumiyyətlə bu isim təkdir, yeganədir. Biz onun qarşısında müəyyənlik z artikl işlədirik. Məsələn, she started each day by looking at the sun. O gününü günəşə baxmaqla başlayır. Günəş bir dənədir. Ümumiyyətlə kainatımızda bir günəş var. Nəsə, hər hansı bir isim bilirik ki, ümumiyyətlə bir dənədir, yeganədir. Onların qarşısında müəyyənlik z artikl işlənir. The sun, the moon, the earth, məsəl üçün, the world. Bunların qarşısında biz müəyyənlik z artiklını işlədirik. We use the before a unique noun. Artıq biz bunu bildik ki, özü özündən tək olan nə varsa, biz onların qarşısında müəyyənlik z artikl işlənilir. After a non-specific noun is introduced with a and some, any, we use the definite article to refer to a specific example of this noun. Biz hər hansı bir qeyri-müəyyən isim cümləmizə qeyri-müəyyənlik ən artiklına və yaxud some, any ilə deməli veririk. Bunu ilk dəfə, birinci səfər cümlədə biz bunları istifadə edirik. Amma sonra onlar həmin sözü ikinci səfər təkrarlayırıqsa, artıq müəyyənlik z artikl işlənir. Yəni, bu qaydada yadda saxlayaq ki, dinləyiciyə məlum olmayan hər hansı bir ismi birinci səfər cümlədə işlədirik ki, məlum məsələdir ki, bu sayılan tək isim olmalıdır. Biz onu qeyri-müəyyənlik artiklı işlədirik. Həmin ismi ikinci səfər cümlədə işlədəndə artıq bu bizim üçün müəyyənləşir və ona görə də onun qarşısında müəyyənlik z artikl işlənir. Məsələn, she joined a course to learn Italian. O, İtalyan dilini öyrənmək üçün kursa qatılıbdır.
E-kurs hər hansı bir kursa qatılıbdır. Ümumiyyətlə, hansısa bir kursa qatılıbdır. E-kurs sözünü biz burada qeyri-müəyyənlik artiklından istifadə etdik. Amma the course was fun and interesting. Kurs əyləncəli və maraqlı idi. Hansı kurs? Bayaqların biz qeyd etdiyimiz İtalyan dilini öyrənmək üçün qatıldığı kurs. Artıq biz həmin ismi ikinci səfər cümlədə istifadə etdiyimiz üçün bu bizim üçün müəyyənləşib və artıq biz həmin ismi müəyyənlik artiklından işlədirik. Məsələn, there is some money in my wallet. Mənim pul qabımda biraz pul var. You can use the money to buy a dictionary. Sən bu puldan istifadə edib lüğət ala bilərsən. Diqqət edək, money sayılmayan isimdir. Məlum məsələdir ki, sayılmayan isimlərin qarşısında biz qeyri-müəyyənlik artikl istifadə edə bilmərik. Amma biz onu təyin edici some ilə istifadə etmişik. Artıq bu bizim üçün ikinci səfər üçün müəyyənləşib. Mənim pul qabımda biraz pul var. You can use the money to buy a dictionary. Sən puldan istifadə edib lüğət ala bilərsən. Hansı puldan? Mənim pul qabımda olan puldan. Artıq pul sözü, money sözü bizim üçün müəyyənləşib və biz onun qarşısında müəyyənlik z artiklından istifadə etdik. İkinci unitimiz. İkinci unitdə, ikinci bölmədə konkret nouns və abstract nouns, konkret isimlər və mücərrəd isimlər haqqında söhbət gedir. Konkret isimlər hansı isimlərdir? O isimlərdir ki, biz onları görə bilirik, toxuna bilirik, eşidə bilirik və s. Ümumiyyətlə, isimlərin çoxusu konkret isimlərdir. Məsəl üçün, books, kitablar, butterflies, kəpənəklər, cousins, kuzenlər, even invisible things, including air, which we can feel, and music, which we can hear, are concrete nouns. Hətta gözə görünməyən isimlərdə gözlə biz onu görmürük. Məsələn, hava, hansını ki biz hiss edirik, musiqi, hansını ki biz eşidirik, onlar da konkret isimlərə aiddir. Konkret isimlərə nə aiddir? Living things, canlı, nouns that relate to people, animals, plants and other organisms. Bu o isimlərdir ki, istinad edirlər insanlara, heyvanlara, bitkilərə və digər orqanizmlara. Places, yerlər, nouns that relate to locations. Bu isimlərdir ki, bizə lokasiyanı göstərir, yer göstərir. Material things, materiallar, nouns that represent things we can perceive through the sense, not only physical objects such as furniture and statues, but also things like dances and noise. Gəlin burada diqqət edək. Materiala aid əşyalar. Bu o isimlərdir ki, hansıları ki biz deməli dərk edə bilərik, hissiyatla dərk edə bilərik. Bunlar tək fiziki obyektlər olmaya da bilər. Məsəl üçün mebeldir, məsəl üçün heykəldir. Bunlar fiziki obyektlərdir. Amma həmçinin rəqslər və yaxud da ki səs, bunlar da konkret isimlərə aiddir. Abstract nouns, mücərrəd isimlər. Mücərrəd isimlərə aiddir ideyalar, konsepsiyalar, hisslərimiz, inanclarımız, fenomenlər, məsələn, zəka, nifrət, qorxu, mehribançılıq. Biz onları saya bilmərik. Çünki onlar hər hansısa bir substan maddədən aslı deyil və yaxud da ki, biz onlara toxuna bilmərik. Deməli, toxuna bilmədiyimiz, saya bilmədiyimiz əşyalar, isimlər, bunlar mücərrəd isimlərə aiddir. Və burada qeyd edilir, nələr aiddir mücərrəd isimlərə? Bizim ideyalarımız, konsepsiyalarımız, hisslərimiz, inanclarımız, hər hansı bir fenomenlərimiz. Abstract nouns example, məsələn, mücərrəd isimlərə aiddir. Gəlin diqqət edək, emotions, emosiyalar, feelings, hisslərimiz, love, sevgi, enjoyment, həzz, characteristics, məsəl üçün, hər hansı bir əşyanın xarakteristik xüsusiyyəti, beauty, confidence, philosophical concepts, filosofi konseptlər, ethics, justice, etika, deməli, ədalət,
States of being, freedom, peace, time, Friday, August. Bunlar aiddir mücərrəd isimlərə. Making generalizations, yəni ki, ümumiləşdirmə. Nə deməkdir ümumiləşdirmə və biz bunu necə istifadə edirik? Biz sayıla bilən isimləri iki yolla ümumiləşdirə bilərik. Ya artiklesız cəm isim istifadə edərək, ya da ki, qeyri-müəyyənlik an artiklına tək isim istifadə edərək. Əgər biz hər hansı bir ismi ümumiləşdirmək istəyiriksə, biz onu artiklesız cəm isim ilə ifadə edə bilərik. Əgər biz onu sayılan tək isim ilə ifadə ediriksə, biz onun qarşısında qeyri-müəyyənlik an artiklı istifadə etmərik. Məsələn, bookworms don't usually watch TV. Kitab sevənlər, bookworms ümumiyyətlə kitab qurdu deməkdir, amma bu o mənadadır ki, kitab oxumağı çox sevən insanlar. Deyir ki, kitab sevənlər, mən deməyəcəm kitab qurdu, deyərəm, kitab sevənlər adətən televizora baxmırlar. Ümumiyyətlə, ümumiləşdirdim, bütün kitab oxumağı sevənləri ümumiləşdirdim, sayılandır, cəm formada verdim, artiklsız verdim. İndi isə a bookworm loves the idea that an author can create a word with his or her writing and take readers to it. Kitab sevən, bunu da ümumiləşdirdim. Ümumiyyətlə dedim kitab sevən, ancaq necə ümumiləşdirdim? Tək isimdir, qeyri-müəyyənlik artiklından işlətdim. We don't use an article to make a generalization about an uncountable subject or sentence. Biz sayıla bilməyən hər hansı bir ismi cümlədə ümumiləşdirmək istəyiriksə, biz onun qarşısında artikl işlətmirik. Sayıla bilməyən isimlər qeyri-müəyyənlik artiklından işlənmir və biz həmin sayıla bilməyən ismi artiklsız tam sərbəst halda cümlədə istifadə edə bilirik. Fun is not important for them if it is not related to books. Fun sayıla bilməyən isimdir və mən bunu ümumiləşdirirəm, ümumiyyətlə deyirəm, əyləncə, ümumiyyətlə deyirəm. Əyləncə onlar üçün mühüm deyil, əgər kitablara aidiyyatı yoxdursa. Əyləncə sayıla bilməyən isimdir, sayıla bilməyən isimlər ümumiləşdirərkən biz onu tam sərbəst şəkildə artiklsız istifadə edə bilirik. Və məlum məsələdir ki, sayıla bilməyən isimdirsə, o cəmlənə də bilməz. To make a generalization about an object of the sentence, countable or uncountable, we don't use an article. We use the plural form for countable nouns. Uncountable nouns are always singular. Hər hansı bir ismi biz cümlədə ümumiləşdirmək istəyiriksə, ola bilsin bu isim sayılandır, ola bilsin sayılmayandır. Biz artikl istifadə etmirik. Nə vaxt? Sayılan cəm isimləri istifadə edirik, artiklsız və yaxud sayılmayan isim artiklsız. Sayılan cəm isimlər artiklsız ümumiləşə bilər. Sayılan tək isim artiklsız ümumiləşə bilməz. Bunu yadda saxlayaq. Artiklsız istifadə etmək istəyiriksə, biz sayılan cəm formada istifadə etməliyik. Məsələn, you always enjoy visiting bookshops and libraries. Siz həmişə kitab mağazalara və yaxud da ki, kitabxanalara getməkdən zövq alırsınız. Kitab mağazalara, ümumiyyətlə kitab mağazalarına, kitabxanalara, ümumiyyətlə kitabxanalara ümumiləşdirdim, amma necə? Sayılan cəm isim olduğu üçün cəm formada. They get pleasure from books only. Onlar yalnız kitablardan zövq alırlar. Ümumiləşdim, zövq alırlar, zövq. Necə ümumiləşdirdim? Artiklsız, tək, niyə? Çünki sayılmayan isimdir. Sayılmayan isimlər isə nə qeyri-müəyyənlik artikl qəbul edə bilmir, nə də cəmlənə bilmir. Üçüncü bölməmiz so, neither, nor do I. Bu qısa cavablara aiddir və diqqət edək. Əgər biz ümumiyyətlə gəlin əvvəlcədən özümüz üçün müəyyənləşdirək ki, əgər bizim cümləmiz təsdiqdədirsə, biz ona həmin cümləyə qısa cavab olaraq so-dan istifadə edirik. Quruluş necədir?
So cümləmizdə to be fiilinin forması var idisə, deməli sodan sonra həmin to be fiilinin forması gəlir. Yəni həmin to be fiilinin forması yox, üzr istəyirəm. Ümumiyyətlə mübtədamıza uyğun to be fiilinin forması gəlir. Cümləmizdə əgər modal fiil var idisə da, deməli cavabda da həmin modal fiil iştirak etməlidir. Cümləmizdə əgər əsas fiil var idisə, deməli biz cavabda həmin əsas fiilin köməkçi sualını düzəldən köməkçi fiildən istifadə edirik. Sonra isə mübtada gəlir. Və bu nə deməkdir? Bu deməkdir, elə həmin yolla, elə həmçinin, həm də deməkdir. Məsələn, gəlin biz bunu nümunədə baxaq, bu bizim üçün tam aydın olacaq. My brother is a news reader. Mənim qardaşım xəbər aparıcısıdır. So is my dad. Elə mənim atam da həmçinin. My dad is also a news reader. Mənim atam da həmçinin xəbər aparıcısıdır. Diqqət edək. Diqqətlə qulaq asın bu quruluşa. Mənim qardaşım xəbər aparıcısıdır. Bizim cümləmizdə to be fiilinin is forması var. Cümləmiz təsdiqdədir. Elə mənim atam da həmçinin. Necə quruluş gəlir? So, cümləmizdə to be fiili olduğu üçün mütləq cavabımızda da to be fiili iştirak etməlidir və sonra isə mübtada. Bunu həmçinin biz belə də deyə bilərik. My dad is also a news reader. Mənim atam da həmçinin xəbər aparıcısıdır. My grandparents get some dose of sad news every day. Mənim hər gün biraz, mənim deməli, nənə babam hər gün biraz kədərli xəbər alırlar. So do my parents. Elə mənim valideynlərim də. My parents also get some dose of sad news every day. Mənim valideynlərim də həmçinin hər gün biraz qəmli xəbər alırlar. Diqqət edək. Bizim cümləmizin birincisi cümləmiz təsdiqdədir. So-dan istifadə etməliyik. Cümləmizin xəbəri get. Get özü sualını düzəldə bilmir. O nə modal deyil, nə köməkçi deyil. O əsas fiildir. Get fiilinin sualını cümləmiz indiki sadə zamandadır. Deməli, do ilə düzəltməliyik sualını. Deməli, bizim cavabda do iştirak etməlidir. Sonra isə mübtada gəlir. So do my parents. I must find ways to stop doom scrolling. Deməli, diqqət edək, birincisi cümləmiz təsdiqdədir. So-dan istifadə edirik. Cümləmizdə modal fiil var, must. Deməli, biz cavabda da həmin modal fiildən istifadə etməliyik və sonra isə mübtada. So must I, elə mən də. Diqqət edək quruluşa. So, to be fiili və yaxud modal fiil və yaxud köməkçi fiil, sonra isə mübtada. Mübtada axırda gəlir. So-dan sonra hansı fiil olmalıdır? Cümləmizdə to be fiilindən istifadə olunursa to be fiili, hər hansı bir modal fiildən istifadə olunursa həmin modal fiil və yaxud da ki, əsas fiil istifadə olunursa, həmin əsas fiilinin sualını düzəldən köməkçi fiil iştirak edir. Neither nor inkar cümlələrə qısa cavablardır. Neither nor, burada da həmin quruluşdur. Be, modal verb, auxiliary verb, subject, mean, also not. Deməli, neither nor ya be, ya modal fiil, ya köməkçi fiil. Bu bizim cümləmizdən asılıdır. Mübtada və mənası həmçinin yox deməkdir. Məsələn, she isn't a good listener. O yaxşı dinləyici deyil. Cümləmizdə isn't var, üzr istəyirəm. Yəni, to be fiili var. Cavabda da mən to be-dən istifadə etməliyəm. Başqa heç nədən, nə başqa modal fiildən, nə başqa köməkçi fiildən. Mənim cümləmdə əgər to be varsa da, deməli, mənim cavabımda da olmalıdır. İnkar cümlədir. İnkar cümlə olduğu üçün mən neither və yaxud nordan istifadə etməliyəm. Quruluş, neither və yaxud nor, to be fiilinin forması və mübtada höbrazə. Neither is höbrazə və yaxud nor his höbrazə. Elə onun qardaşı da həmçinin. Elə onun qardaşı da həmçinin nə? Elə onun qardaşı da həmçinin yaxşı dinləyici deyil. Höbrazə isn't a good listener.
I can't watch a movie if there is violence in it. Cümləmiz inkardadır. Deməli, naizə və yaxud nordan istifadə edirik. Qətiyyən so-dan istifadə etmirik. Cümləmizdə modal feilimiz varsa, deməli, naizə və nordan sonra həmin modal feil iştirak etməlidir və sonra isə mübtədamız gəlir. Naizə can my sister və yaxud nor can my sister elə mənim bacım da həmçinin yox. My sister can't watch a movie if there is a violence in it. I don't like watching sad things. I don't like watching sad things. Tüm cümləmiz inkardadır. Naizə və yaxud nordan istifadə edirik. Artıq bizim cümləmizdə köməkçinin özü var, inkar düzəldib. Sadəcə olaraq naizə və nor özü inkarlıq bildiyi üçün köməkçi fiil təsdiq formada işlənir. Naizə do I və yaxud nor do I. I don't like watching sad things. We also use not either when we want to give a negative meaning. İnkar formadadırsa bizim qısa cavabımız və biz orada either'dən istifadə edə bilərik. Məsələn, she isn't a good listener. Diqqət edək. Her brother isn't either. O yaxşı dinləyici deyil. Onun qardaşı da deyil. Deməli, either'ni istifadə etmək üçün biz xəbərimizi inkar formada verməliyik. Naizə nordan istifadə etmək üçün xəbərimiz təsdiqdə olmalıdır. Çünki naizə və nor özləri inkarlıq bildirir. Aizə isə inkarda olan xəbərdən sonra işlənir. Ümumi edilən səhv höbraza isn't also. Also inkardan sonra işlənə bilməz. I haven't ever used my phone more than an hour a day. İnkardır. Cümləm present perfect zaman formasındadır. Present perfect zaman formasında have fiili özü köməkçi olduğu üçün elə biz cavabda da have fiilindən istifadə edirik. Əgər either'dən istifadə ediriksə have fiilinin inkar forması I haven't either, neither nordan istifadə ediriksə have artıq təsdiqdə olmalıdır. Neither have I və yaxud nor have I. I haven't also səhvdir, also inkardan sonra işlənmir. Üçüncü unitdə bizdə verilir tag question, disjunctive question, yəni ayrıca sualların əmr forması. Attack after imperative clause softens the imperative a little. Əgər biz hər hansı bir əmr cümləsindən sonra tag question, yəni ayrıca sualdan istifadə ediriksə, bu bizim əmr cümləmizi bir balaca yumşaldır. We mostly use will with imperative tags. Adətən, əksər hallarda əmr cümlələrindən sonra biz will işlədirik. Ayrıca sual üçün, tag sual, tag question, disjunctive question üçün will işlədirik. Məsələn, don't laugh, will you? Gülmə, yaxşı mı? Bax, belə tərcümə edək. It is not funny at all. Bu tamamilə gülməli deyil. Open the door, will you? Qapını aç, olar mı? Burada əmr cümləmizdir. Əmr cümlələrinin deməli ayrıca sual formasını vergüldən sonra gəlir. Biz will you ilə istifadə edirik və cümləmiz inkarda da olsa, təsdiqdə də olsa will you istifadə olunur. Suggestion, təkliflər. Əgər bizim cümlələrimiz let's ilə başlayırsa, biz ayrıca sual formasında vergüldən sonra shall-dan istifadə edirik. Let's have some lunch now, shall we? Gəl biraz indi qəlyanaltı edək. Olar mı? Əgər cümləmiz let's ilə başlayırsa, amma əgər bizim cümləmiz let me, let him, let her, let them ilə başlayırsa, biz artıq burada ayrıca sual yerində vergüldən sonra will you-dan istifadə edirik. Let him help you. Will you? Qoy o sənə kömək etsin. Olar mı? Let me finish my meal. Will you? Qoy mən yeməyimi bitirim. Olar mı? Negative words. İnkar sözlər. Əgər bizim cümləmizdə rarely, never, seldom, unlikely deyilən bir sözlər varsa da, bunlar cümləyə inkarlıq gətirir, inkarlıq yaradır. Deməli, vergüldən sonra biz tag formanı təsdiqdə verməliyik. Məsələn, he rarely forgets visiting her grandparents. Does he? Rarely cümləmizə inkarlıq verdi. Əgər cümləmiz inkardadırsa, tag formamız vergüldən sonra təsdiqdə olmalıdır.
You will never lie again, will you? She seldom keeps her promises, does she? Əgər bizim cümləmiz birinci şəxsin təkindədirsə və ondan sonra to be feilinin forması gəlirsə, tag formada aren't I istifadə edirik. Məsələn, I am doing it right. Aren't I? I am. Biz artıq tag formada təsdiqdədir, inkar götürməliyik. Amma am formasını yox, are formasını. Aren't I? Bu bizim 9-cu sinif dərsliklərində verilmiş birinci, ikinci və üçüncü unitdə olan qaydalarımız idi.